da bizə könüllü olaraq müraciət edənlər var ki, təlim toplanışlara xahiş edirəm, məni cəlb edin, mən getmək istəyirəm və s. və ilaxır. Burada bu yerdə mən xüsusi bir məqamda dayanmaq istərdim ki, bəzən vətəndaşlar elə düşünürlər ki, müddətli xidməti keçdim, bu ilə də mənim məsələm, yəni hərbi məsələm bitdi. Xeyr, bu belə deyil. Artıq müddətli xidmət keçmiş şəxslər artıq bizim xidmətlə münasibətdə adlanır hərbi vəzifəli. Bu hərbi vəzifəli gəlib artıq qeydiyyata düşür. Hər birinin onun hərbi uçot ixtisası mövcuddur və həmin hərbi uçot ixtisasına uyğun olaraq adiyyəti müvafiq qurumlar tərəfindən təsdiq olunmuş, daha doğrusu Müdafiə Nazirliyi tərəfindən çox aktivdir bu istiqamətdə. Yəni, daxil olmuş sifarişlər əsasında bizim xidmətimiz tərəfindən hərbi vəzifələrin, onların verdikləri sifarişə uyğun, hərbi uçot ixtisası uyğun olaraq təqdim olunub. Bütün bu proses, bu da qanunvericidə nəzərdə tutulub və mən vətəndaşlarımızı bir daha da çağırış etmək istəyirəm. Daha doğrusu, indi vətəndaş özüm adlandırmışam, hərbi vəzifələrimizi çağırış etmək istəyirəm ki, bu prosesdə çox aktiv olsunlar. Bu çox vacib bir məsələdir.